Geçen gün bir ad günə çağırmışdılar. Olardı bir 25-30 nəfər. Fikir verdim. Burada Ballıdır da hərədən hamı 5000 rubleydən hədiyyə eləyir. Sonra da pulla götürdülər, apardılar, getdilər kafenin hesabını bağladılar, şotu bağladılar, hələ yerdə qalanda qoydular ciblərini. Mən də çox keyif gəlmərəm, hələ ad günlərini. Sözümdə çox keçitmərəm. Amma baxıram ki, cəmaatın hesabına öz ad günü keçirirsə, namaz budur. Gücün çatır 5 dəfə, 10 nəfər çağır, yedid, içid, yola sol geçsin. Yoxsa cəmaat gəlir, elə bir dostunu aparsan, dostlarına deyirsən, mənəm gedək bir kət çörək yeyək, mənəm gedək bir kət çörək yeyək. Sonra deyirsən ki, şotu bağla, gedək. Belə şeylər çox qəribədir, bəlkə mən düz fikirləşmirəm. Azərbaycanda da toylar belədir da. Yığırlar, tökürlər 300 nəfər, 500 nəfər. Cəmaatdan yığılan pulu da aparırlar, verirlər restoran, hesabını bağlayırlar. Çağır ən yaxın adamların 20 nəfər, 30 nəfər evdə ya bir kafedə, yeyin için. Başqasının hesabına niyə bunlar olmalıdır, onu başa düşənmirəm. Bunlarda da elədir, Ruslarda da elədir. Toya məsələn, amma bunlarda az adam olur. 50 nəfər, maksimum 60 çağırırlar. Buradan da yığılan pulu verirlər, kafenin şotunu bağlayırlar. Amma burada elə bir ki, sənə tez-tez çağırmırlar. Bunlar hər adamı çağırmadıqları üçün ömründə 2 dəfə sənə toya çağırırlar, ya yox. Azərbaycanda amma ayda 2 dəfə ən azı toya çağırırlar. Allah, çox qəribədir bu millətin belə bazı bu adət-ənənəsi. Heç başa düşmək olmur.